Seni tam çok sıkıldım. Siz de düşürsünüz. Çok sağ olun Şəni. Tamam. Kaydı başlatmışsınız. Bəli, başlatdım. Tamam. Kaydımız başlayıb. Kayıt mənim üçün çox önəmlidir. Mən əks adam gəlir. Səhər bir. Gəlir mi yenə? Yox. Aha, okey. Kaydı. Aç. Tamam. Aferin. Nişan xanım, mən sizə nəyi xahiş edəcəm? Bugün ev sahibliyini sizə vermişik deyə hoşluğu. Mən əlavə səslər olmasın deyə, bəli, zəhmət olmasın. Bugünkü mövzumuz çox maraqlı bir mövzudur. Qadınların münasibətdə daha çox emosional cəhətdən çıxış edib və günün sonunda haqsız olmaqları və öz haqqlarını tələb edə bilməməkləri ilə bağlıdır. Şərhan, baxın, bu hissədə, tamam. Bura daxil olursunuz, yadın basırsınız. Hər kəsin. Başlayaq. Xanımlar, ilk öncə gözlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Səbirlə bizimlə buradasınız. 52 dəqiqədir bu problemi həll etməyə çalışırıq. Çox sağ olun, bizimlə bərabər gözlədiniz. Kayda nəyə görə bu qədər önəm verirəm? Çünki xanımların hər biri canlı şəkildə izləyə bilmirlər. Bir çoxları kayıtdan baxırlar. Həmçinin sizlər də bəzən biz kayıtlar 6 ay sizdə qalacaq. Bəzən hansısa hissələr sizə lazım olanda girib asanlıqla baxa biləsiniz deyə. Buna görə kayıtlar bizə önəmlidir, vacibdir. Və kayıt ola bilməsəydi, yəni bugün əslində seminar başlatmağı da düşünmürdüm. Yaxşı ki, kayıt edə bildik və başlayırıq. Deməli, biz səbirli xanımlarıq. Bəli, Şəfa xanım, bəli. Çox doğrudur. Nişan xanım, bugün seminarımızın 11-ci günündəyik. Artıq seminarımızın günləri sona doğru yaxınlaşır. Mən əslində heç istəməzdim ki, sizlərlə bizim seminarımız bitsin. İnşallah növbəti seminarlarımız olar və orada da iştirak edəsiniz. Sizin qrupu və enerjini çox bəyənirəm. Hər dəfə fərqli mövzuları sizinlə müzakirə etmək mənim üçün çox dəyərlidir. Dünənki seminarımız 3 saat yarım davam edib və bugün Zoom'da çıxan problem dünənki seminarın uzanması ilə bağlı olan bir problem idi əslində. Kayıt yerimiz dolmuşdu dünənki seminarın çox uzun olduğuna görə. Mənim üçün çox dəyərlidir sizlərlə seminar keçmək. Bugün artıq 11-ci gündür ki, mən sizlərlə seminar keçirəm. 11-ci günümüzün mövzusu emosiyaları idarə etmək, mövqeyi itirməmək, haqlı qalmaq. Mübahisənin psixologiyası nədir? Gəlin bundan başlayaq. Baxın, bir mübahisədə qalib gəlmək başqa şeydir, mövqeyi qorumaq başqa şeydir. Yəni, bir qadının mübahisə zamanı, münaqişə zamanı əsas qoruduğu hissə haqlı olmaq deyil, mövqeyini qorumaq olmalıdır. Mən bu yaxınlarda çox bəyəndiyim və eşidib çox dəstəklədiyim bir söz oldu. O söz belə idi ki, biz səninlə eyni şərtlər altında yarışmırıq. Ona deyirlər, axı nəyə görə eyni şərtlər altında yarışırıq? Deyir ki, yox, biz səninlə yarışanda əxlaqlı olmaq məcburiyyətindəyik. Buna görə də eyni şərtlər altında yarışmırıq. Yəni, mənim üçün çox çətindir bu yarışmanı aparmaq.
Bir qadın mübahisə zamanı haqlı və ya haqsız olmaq üçün uğraşmamalıdır. Mövqeyini qorumaq üçün çalışmalıdır ki, mənim burada qadınlıq mövqeyim itməsin. Burada necə yola verə bilərəm, bu mübahisədən necə çıxa bilərəm? Elə mübahisələr olacaq ki, orada sonuna qədər getmək sizin mövqeyinizə heç bir şəkildə xələl gətirməyəcək. Elə mübahisələr olacaq ki, onu başlatmaq belə bir qadın olaraq sizin mövqeyinizi tamamilə yerlə bir edəcək. Buna görə də mübahisədə qalib gəlmək başqa şeydir, mövqeyi qorumaq başqa şeydir. Və özünüz üçün bugün belə testlər etməyinizi istəyəcəm və çat bölməsində də mənimlə bölüşməyinizi istəyəcəm ki, baxaq görək nə zaman siz haqlı çıxırsınız, nə zaman əslində mövqeyinizi qorumursunuz. Və çox qadın burada səhv edir, səsini yüksəldir, sonra da bunu güc sayır və yaxud da ki, illər ərzində susur, sonra partlama yaşayır. Mən hər zaman xanımlarımıza bunu bildirirəm ki, sizin nə dözməyə haqqınız var, nə də sonda üsyan etməyə, nə sizin susmağa haqqınız var, nə də sonra qışqırmağa, nə sizin hər zaman mehriban olmağa haqqınız var, nə də sonra tamamən bunun tamam fərqli bir versiyası, sərt olmağa haqqınız var. Hər şeyi sadəcə həmin an lazım olduğu dərəcədə verməlisiniz. Çox qadın yəni səhvi burada edir ki, səsini yüksəldir, bunu güc sayır. Halbuki bəzən daxili çaşqınlığınız səsə çevrilir. Yəni sizin danışdığınız sözlərdə nə reallıq var, nə çox həqiqət var. Siz sadəcə öz içinizdə toplanmış aqressiyanı qışqırırsınız. Bu da qadını öz mövqeyindən uzaqlaşdırır. Buna görə qadının ən dəyərli yəni deyək ki, bu həyatdakı ən dəyərli şeyi bacarığı, onun öz mövqesində qalmağıdır. Kişilər öz mövqeyindən çıxa bilərlər. Bu bizim üçün önəmli deyil. Kaş onlar da çıxmayalar. Bizim gözümüzdə daha yaxşı bəy statusunda qalarlar. Amma onlar çıxa bilərlər təbiətləri etibarilə. Çünki onlar vəhşi təbiətdə mübarizə aparırlar. Amma qadın vəhşi təbiətdə mübarizə aparmamalıdır. Yəni dalaşarkən də bir qadın kimi dalaşmalısınız. Qışqırarkən də bir qadın kimi qışqırmalısınız. Ağlayarkən də, dalaşarkən də, xoş günlərdə, birini qucaqlayarkən, öpərkən, sevişərkən hər zaman mövqeyinizdə qalaraq etməlisiniz bunu. Yəni bir dəqiqə mən əsəbləşdim, çıxım mövqeydən gedim orada qadın olmadan hərəkətlər edim, sonra qayıdım sakitləşim mövqeyimə. Bu heç bir halda sağlam bir qadın tipi deyil. Mübahisənin psixologiyası, mübahisə iki nəfərin eyni cümləni fərqli yaradan danışmasıdır. Bir tərəf məni anlayın deyir, digər tərəf mən haqlıyam deyir və əsl drama budur. Hamı haqlı olmaq istəyir, amma çox adam hörmət qazanmağı bacarır. Məndən soruşsanız, mən həyatımda heç bir mübahisədə bugünə qədər haqlı çıxmamışam. Çünki belə bir yargı olduğumu düşünmürəm. Mən partnyoruma da hər zaman bildirirəm ki, bütün mövzularda sən haqlısan. Mənim üçün heç önəmli deyildi kim səhvdir, kim düzdür. Əsas odur mən arzuma çatım. Arzuya doğru gedən yolda hər şey mübahdır. Bu psixologiyadayam və bu psixologiyaya gəlməyim də təbii ki, məndən çox şeyləri aldı. Çox çətin oldu bu psixikaya gəlməyim. Nəyə görə bu yaranır məndə? Müəyyən bir psixoloji elastiklik və dözümlülüyün sonunda, yəni psixoloji sağlamlığın sonunda o insan kənardakılarını idarə etməyə çox çətinləşir. Və bir münasibət zamanı bizim psixoloji dözümlülüyümüz azdırsa, biz orada daha çox haqlı-haqsız savaşırıq. Yəni, sənin mama niyə bunu dedi, sən məni başa düşmürsən, sən məni anlamırsan. Lakin biz hər zaman icazə verməliyik ki, partnyorumuz haqlı olsun. Al, bütün mövzularda sən haqlısan, sən dünyanın ən haqlı adamısan, ən pak adamısan, bu qədər, tamam. Çünki burada mənim mövqeyim bu mövzuda bir rol halına gəlməməlidir. Bu mövqeyim sarsıla bilər. Məsələn, biz səninlə oturub xəyanəti müzakirə edə bilərik, mənim mövqeyim sarsıla bilər, qürurum sarsıla bilər. Biz səninlə oturub fərqli bir şeyləri müzakirə edə bilərik, yenə mən sarsıla bilərəm. Buna görə də qadın hər zaman öz mövqeyini qorumalı, haqqını yox. Bəzi qadınlar mənə davamlı deyirlər, Instagramda belə mesajlar çox alıram, fərdi terapiyamda çox təəssüflər olsun ki, belə qadınların bu davranışla çox-çox qarşılaşıram və onlara da hər zaman bunu bildirirəm. Qadınlar deyirlər ki, mən beləyəm. Mən birbaşa qadınam, Nərmin xanım. Mən artistlik eləməyi bacarmıram, mən ikiyüzlü olmağı bacarmıram. Artistlik və ikiyüzlü olmaq dediyi nədir? Öz mövqeyində qalmaq.
Və səni artistlik demir, öz mövqeyindən çıxmağa. Məsələn, bu qadının başına bir şey gələndə, bu qadın bir qadın kimi əsəbləşmir. Bir kişi kimi əsəbləşir, çıxır öz mövqeyindən, gedir kənarda əsəbləşir, təzədən gəlir. Və bu qadına deyəndə ki, sən öz mövqeyində qalmalısan, öz mövqeyində qalmalısan və sənin bir üslubun olmalıdır, siyasətin olmalıdır. Bu qadının üslubu, siyasəti riyakarlıq, ikiyüzlülük kimi sayır və deyir ki, yox, mən elə belə birbaşa qadın olacağam. Hörmət qazanmaq üçün səhnəyə çıxan qadın əvvəlcə öz nəzarətini itirmir. Haqlı görünmək üçün özünü parçalanmır. Döyüşmədən də üstün gəlməyə bacarır. Bu zəiflik deyil, bu strateji səssizlikdir. Azərbaycan qadınlarına biz baxsaq, zaten dözümü görürük. Azərbaycan qadınları çox dözürlər, çox səssiz qalırlar. Amma onların səssizliklərində heç bir stratejilik yoxdur axı. Onlar səssiz qalıblar, 5 ildən sonra qışqırmağa başlayırlar. Və ya tutalım ki, bugün evli, 40 ildə evli olan bir qadın ola bilər, əsəb nevrozdur, xəstədir. Bütün günü qışqırır. Nədir vaxtında bu 20 il bundan qabaq hər gün susub. İndi o susduğu şeylərin hamısını yoldaşının belə deyək, burnundan gətirməyə başlayır ki, mən vaxtında səni çox dözmüşdüm. Dözməzdin, boşanardın. Bu strateji bir səssizlik deyil. Çünki strateji səssizlik heç kimə ziyan vermir. O sənin öz mövqeyini qoruyur. Niyə bəzi qadınlar səsini yüksəldərək bəs güc əldə etdiyini düşünür? Çünki içindəki boşluğun içindəki boşluğu səslə dolduracağını düşünür və təbii ki, bu çox utandır. Çünki uşaq vaxtı onu eşitməyiblərsə, böyüyəndə məni eşitdin deyə qışqırmağa başlayır. Çünki bir çox qadın sevgi ilə gücü qarışdırır. Düşünür ki, emosiyanı sıx göstərsə, qarşı tərəf onu daha çox ciddi alacaq. Amma məsələn, biz keçənlərdə sizlərlə qadın tiplərini danışanda kraliçə qadından danışmışdıq ki, kraliçə qadın bunu etmir. O mübahisəni döyüş meydanı kimi yox, yəni öz taxtının sınandığı bir yer kimi görür ki, hə, burada mənim səltənətim var, taxtım var, o sarsıla bilər. Mən bu mövzularda müzakirəyə girsəm necə hiss edərəm özümü? Məhz buna görə də, əziz xanımlar, bundan sonra həyatınızda mübahisələr olanda hər zaman iç səsiniz özünüzə bunu desin. Əsl qadın burada necə davranardı? Baxın, həmin an özünüzə 3-4 saniyəlik fasilə versəniz, zaten sizin şuurunuz buna cavab verəcək. Məsələn, partnyorunuz sizə qışqırır, nəsə qarışıq bir şeylər deyir, siz də qışqırırsınız, qabları sındırırsınız. Həmin an dayanın. Və özünüzə bu sualı verin. Əsl qadın bu hərəkət edərdimi? O an zaten siz aydınlanmalar yaşayacaqsınız və o vəziyyətə uyğun ən yaxşı alternativi şuur altını sizə təqdim edəcək. Yəni, kraliçə qadın qışqırmır, təbii ki, o da əsəbləşir, alovlanır, amma bu alovu heç kimi yandırıb kül etmir. Sözünü ölçür, səsinin həcmi ilə yox, sözünün çəkisi ilə təsir edir. Çünki hər yüksək səs güc deyil. Bəzən sadəcə yüksək səslə danışmaq qadının özünə olan güvəninin və inamının az olmağıdır. Niyə bəzi qadınlar səsini yüksəldərək güc göstərdiyini zənn edir? Burada, baxın, bəzən yüksək səs kişi üçün mənə hörmət kimi yox, mən özümü idarə edə bilmirəm kimi oxunur. Buna görə də qadın yüksək səslə danışanda, yəni kənardan baxanda avtomatik bilirsən ki, bu qadın özünü idarə edə bilmir. Yəni o an, bu qadın haqlıdır, necə yaxşı gəlindir, illərdir nələr çəkib, vay vay. Belə deyə bir düşüncə formalaşmır. Dərhal formalaşan bu olur ki, bu qadın özünü idarə edə bilmir, bu qadın səltənətini, yəni kraliçə öz səltənətini qoruya bilmir. Düşünün ki, kraliçadır, tamam mı? Küçədə gəzir və ona küçədə sorğular deyirlər, hansısa sözlər deyirlər, şərlər atırlar. Kraliça durub küçənin ortasına qışqırır ki, yox, siz mənə qarşı haqsızlıq edirsiniz, belə deyil. Mən realda çox yaxşı bir adamam. Yox, yəni bir kraliça, bir prezidentin həyat yoldaşı heç vaxt özünü sübut etmək məcburiyyəti hiss etmir. Yəni durduğu yeri çox yaxşı bilir. Baxın, bizim hər birimiz də zaten öz həyatımızda belə bir obrazda olmalıyıq, belə bir kraliçə obrazında olmalıyıq. Burada qadın öz istədiyini yox, öz enerjisini nümayiş etdirir.
Ona görə də qadın səsini qaldırdığı anda kişi qoyur mövzunu kənara və düşür ki, yox, sən səsini qaldırdın, nə olsun ki, düşsən. Hətta dediyim kimi bu aralar bir akım yaranıb. Kişilər yazdılar ki, əslində 15 illik yoldaşım düz deyirmiş. Sadəcə çox səhv üslubla deyirmiş. Halbuki çox düz idi yoldaşımın dediyi şeylər. Və bəzən biz bunlarda necə hiss edirik? Onlara söz deyirik, onlar etmirlər. Gedirlər bunu 2 aydan sonra bizə gəlib deyirlər ki, dostum dedi filan şey yaxşıdır. Və biz də ona deyirik ki, necə yəni dostum dedi. Axı mən də sənə demişdim. Sadəcə bizim üslubumuz bəzən doğru olmur. Yüksək auralı kraliçə qadın mübahisələri necə idarə edir? O qarşı tərəfi deyil, atmosferi idarə edir. Əziz xanımlar, bu seminardan götürəcəyiniz hissə məhz elə bu söz olsun. Bu sözü yazın hər yerə. Mən onu yox, atmosferi idarə etməliyəm. Çünki atmosferə edəcəyiniz yatırım zaten birbaşa ona təsir edəcək. Necə? Yəni siz ilk cümlədən nəfəsinizi yığırsınız, səs tonunuzu aşağı salırsınız, gözlərinizi qaçırmırsınız, amma hücum etmirsiniz. Sanki sakit bir dənizin ortasında dayanıb fırtınaya baxırsınız. Fırtına gəlib, keçir. Dəniz dəniz olaraq qalır. Baxın, fırtına dənizdə meydana gələn bir şeydir, amma dənizin özü deyil. Və dənizdə bir fırtına varsa, siz orada dənizin tam ortasında dayanıb dənizin gözlərinin içinə baxmalısınız. Və burada kraliçə qadınlar bunu bilirlər. Kişi ilə münasibətdə mövqe qışqırıqla yox, psixoloji sabitliklə qorunur. Bir qadın nə qədər az dağılırsa, o qədər də çox təsir edir. Yəni, siz əgər bir kişiyə təsir etmək istəyirsinizsə, bunu dağılaraq və bax, sən məni dağıtdın, bunları sən etmirsən, mən əvvəllər belə deyildim, mən subaykən belə deyildim, mən belə olsam əvvəldən belə olardım, sənlə tanış olandan sonra mən nevroz oldum və s. deməyin heç bir önəmi yoxdur əslində. Və buradakı sakitlik passivlik deyil, idarə etmənin sakitliyidir. Yəni, bəzən qadınlar mənə deyirlər ki, ay Nərmin xanım, elə qadın sakit olsun, səssiz olsun, bizim analarımız da səssiz oldu. Baxın, bizim analarımızın səssizliyi strateji bir səssizlik deyil və idarə etmənin səssizliyi deyil. Bir qurbanın, bir yazığın, zülm görmüş birinin səssizliyidir. Dava çıxmasın deyə qoy sakit olum. Yola verən birinin səssizliyidir. Amma idarə edici səssizlik çox fərqli bir səssizlikdir. Emosional reaksiya verən qadın mübahisədə necə özünü uduzur? Baxın, bəzi mən qəbulda xanımlar görürəm, onlar mənə deyirlər ki, Nərmin xanım, mən illərdir sakit bir qadınam, mən ona baxıb deyirəm ki, ola bilməz. Sənin için qaynayır. Bu cür iç qaynamaqla sən münasibətdə sakit ola bilməzsən. Sakit rolunu oynaya bilərsən. Qurban rolunu oynaya bilərsən. Sənə haqsızlıq edib səni yazıq roluna sala bilərlər. Sən elə bilərsən ki, mən strateji səssizlik elədim Nərmin xanım, amma heç bir faydası olmadı. Yəni əslində belə deyil. Məsələn, baxın, bir prezident düşünün, tamam mı? Məsələn, Trump haqqında bilirsiniz ki, son zamanlar çox şayələr var və o heç vaxt mikrofonu götürüb, mikrofonun qabağında qışqırmır. Qışqıraraq, bağıraraq, nələrsə izah etməyə çalışmır. Onun haqqında deyilən şayələr düzdür, düz deyil. Onun bir növ, gəlin belə deyək, kobud səslənsə də umurunda deyil. Onun umurunda olan tək şey bilirsiniz nədir? Prezident səltənəti əlindən getməsin. Yəni, mövqeyini qoruyur. Və qadınlar da belə olmalı. Baxın, bizim də bir mövqeyimiz var. Qadınlıq mövqeyi. Proses haqqlıdır, haqsızdır, mənim üçün önəmli deyil. Önəmli olan mövqeyimi itirməməkdir, mövqeyimdə qalmaqdır. Bu mövzuda nəyə görə qadınlar daha çox əziyyət çəkirlər? Çünki kişilər mövqelərində daha sabitdirlər. Yəni, cəmiyyət içərisində kişinin mövqeyindən çıxmağı xoş qarşılanmır. Yəni, bir kişi ya kişidir, ya geydir. Bu ikisindən biridir. Və bir kişi gey olanda cəmiyyətin ona qınağı çox olur. Onu kişi kimi görmürlər və bu təriflənmir. Haradasa belə tərif eşitmisiniz. Filan kəsin ərinə halal olsun, necə arvad kimidir, necə arvad kimidir, halal olsun. Yox. Və ya filan kəsin oğlu halal olsun.
Mən elə namuslu oğlan görməmişəm. Necə qız kimidir? Yox, işte təhqirdir bu. Amma qadınlar haqqında biz bunu eşidirik. Filankəsin həyat yoldaşı halal olsun. Necə kişi kimi qadındır. Necə mərd qadındır. Filankəsin qızı necə namuslu qızdır. Oğlan kimi qızdır. 100 dənə kişinin arasına qoysan, o qız oradan tərtəmiz çıxar. Bu Azərbaycan cəmiyyətində olan tərifləmə yoludur qadını. Və görürsünüz, yəni qadının kişiləşməsi nə qədər normal sayılır. Halbuki bu bir təhqirdir. Yəni biri mənə desə ki, Nərmin, hətta mənə bir dəfə demişlər bunu ki, halsız necə kişi kimi qadınsınız. Məni sanki bir sıldırım qayalardan yerlərə çırpdılar. Sanki üzərimə qaynar bir şeylər tökdülər. Dedim, mən nəyi yanlış etdim? Mən harada səhv etdim? Necə baş verdi bu? Amma Azərbaycanda bu çox tərif kimi meydana çıxan bir şeydir. Həmçinin də baxın, məsələn, 100 dənə kişinin içinə qoyaram səni, oradan təmiz çıxarsan. Yəni, mən o qədər çirkinəm, yəni. Orada 100 dənə kişi var. Mən də onların içine girirəm. Gör mən nə gündəyəm. Mən nə onda yəni mən koram, lalam, topalam, bilmirəm. Nə vəziyyətdəyəm mən? Daşam, divaram. Ki orada 100 dənə kişi mənə baxmır, mənə toxunmur, saçımdan çəkmir, məni qucaqlamaq istəmir. Yəni onda vay mənim halıma. Yəni təhqirdir bu da əslində. Azərbaycanda bu da tərif olaraq işlədilir. Buna görə də kişinin öz mövqeyindən çıxmağı cəmiyyət tərəfindən də ağır baskı olaraq görünür deyə onlar həmişə mövqeyini qoruyurlar. Hətta mübahisələrinizi xatırlayın. Məsələn, yoldaşınız haqsız olduğunu qəbul etmir. Çünki haqsız olduğunu qəbul etsə, kişilik mövqeyi sarsılacaq. Hətta siz bəzən ona deyirsiniz, yaxşı da sən kişisən deyə qəbul etmirsən. O da bəzən bunu boynuna alar ki, hə, mən kişiyəm deyə bunu qəbul etmirəm. Amma haqlısan, amma nə olsun ki, mən haqsızam, kişiyəm deyə bunu qəbul edə bilmirəm. Yəni, mövqeyini buraxmır. Zaten buraxmamalıdır da. Biz partnyorimizdən bunu tələb etməməliyik və biz də çalışmalıyıq ki, o da öz mövqeyində qalsın. Lakin qadınların mövqeyindən çıxmağı çox normal bir şeymiş kimi təqdim olunduğuna görə qadınlar bunu edirlər. Mövqelərindən rahatca çıxırlar, sonra geri qayıdırlar. Amma kişilər mövqelərindən çıxmırlar. Çıxan kişilərə də yəni cəmiyyətdə yaxşı bir gözdən baxırlar. Buna görə də partnyorunuz hər zaman öz kişiliyini qorumaq üçün, yəni bəzən yox, yəni ailələrini belə qurban verirlər, hər şeyi qurban verirlər, tək onlar yaxşı kişi olsun. Söhbət onların kişiliyinə çatanda onlar üçün hər şey dayanmış olur. Lakin qadınlarda belə deyil. Məsələn, bir qadına de ki, tutalım ki, sən qadınlığın azdır, tamam mı? Deyəcək ki, hə, tamam, necə artıra bilərəm? Bir kişiyə de ki, sən kişiliyin nəsə azdır. Yəni, gəl indi oradakı faciələrə bax. Yəni, nələr olar, sən adamı təhqir etmirsən, durub yəni nələr edər. Buna görə də kişi öz mövqeyində qalmalıdır, qadın da öz mövqeyində qalmalıdır. Bəs haqsızlığa susaq, kişi mövqeyində qalsın deyə hər dediyi ilə razılaşaq. Kişi öz mövqeyində öz-özünü saxlayır. Siz onu saxlamırsınız. Siz də öz mövqeyinizdə qalırsınız. Mövqeydə qalmaq, Ləman xanım, haqsızlığa susmaq deyil, mövqeyinizdən cavab verməkdir. Yəni, siz haqqınızı bir qadın kimi tələb etməlisiniz, bir kişi kimi yox. Haqsızlıq baş verib deyə, nə olsun qadınam, gedim kişi kimi haqqımı tələb edin deyə bir anlayış olmamalıdır. Yəni, siz başa düşməlisiniz ki, siz qadınsınız və bu zaman burada haqqınızı tələb etmək sizin mövqeyinizə necə təsir edər və lazımdır mı orada haqqınızı tələb etmək. Tələb edərkən də qeyd etdiyim kimi, yəni qadın obrazı və mövqeyi qorunmalıdır. Emosional reaksiya verən qadın mübahisədə özünü necə uduzur? Öncə təhqir qəbul etməyə başlayır, sonra müdafiə mövqeyinə keçir. Ardınca keçmiş xatirələr, yarımçıq cümlələr, yığılmış incikliklər bir-bir səhnəyə çıxır. Və mübahisə bir mövzudan çıxıb, onun bütün həyat tarixçəsinin məhkəməsinə çevrilir. Yəni, qadın danışmağa başlayanda o söhbətə rahat şəkildə girmir.
Yəni sən söhbətə həyat yoldaşı kimi girmirsən, eşidilməmiş qadın kimi girirsən. Məsələn, yoldaşıma danışmalıyam ki, evə niyə soyuducu almırıq biz neçə vaxtdır və yoldaşım gəlir və bunu həyat yoldaşı kimi deməliyəm. Amma onun vaxtında almadığı o qədər şeylər var ki, mən söhbətə eşidilməmiş qadın kimi girirəm, duyğularla girirəm, hisslərlə girirəm. Bu qadın faktiki olaraq mövzuya yox, yaraya danışır. O isə yarası ilə danışanda, yəni onun cümlələrdə yaralı bir cümlələr olur. Nəticədə qarşı tərəf mövzunu yox, onun reaksiyasını xatırlayır. Bax, bu çox yanlış bir hissədir. Nəyə görə? Hal-hazırda gündəmimizdə bilirsiniz ki, narsist anlayışı çox var və narsistlərin bir özəl xüsusiyyətləri var ki, onlar etdiklərinə yox, səndə yaranan reaksiyaya bax. Və bir də mövqeyini itirən insanlarda belə bir şey var ki, bir insan mövqeyini itirəndə biz onun mövqeyini itirməyinə baxırıq, özünə yox. Yəni, məsələn, düşünün ki, bir psixoloq olsun, tamam, tutalım ki, mən. Burada hansısa iştirakçı mənə əsəbləşdirsə, mən də başlayım ona qışqırmağa. Heç kim o izləyicinin mənə əsəbləşdirdiyini düşünməyəcək. Düşünəcək ki, bir psixoloq qışqırmamalıydı. Sən necə psixoloqsan, öz duyğularını idarə edə bilmirsən. Və çox haqlıdırlar. Çünki mən burada mövqeyimi itirirəm. Yəni bununla narsistin davranışı eyniləşdirilməməlidir. Bəzən mənim gözəl göçək ağıllı xanımlarım yoldaşlarını analiz edib seansa gəlirlər ki, Nəriman xanım, o narsistdir. Bilirəm siz inanmırsınız, amma çox araşdırdım. Mənim yoldaşım hə Nəriman xanım narsistdir. Və ona deyirəm ki, tamam, danış görək bu hardan bildin ki, narsistdir, necə analiz etdin, ey dəyərli psixoloq deyirəm pasiyentimə. Pasiyentim də mənə deyir ki, Nəriman xanım, mənim davranışıma yox, həmişə mənim reaksiyalarımı danışır. Yəni, burada mövqeyini itirən insanı, zaten qarşınızdakı bir narsist olmasa belə, siz mövqeyinizi itirsəniz, sizin mövqeyinizdən danışacaq. Davranışınızdan, sizə olunanlardan yox. Məsələn, bir müəlliməni düşünün, tamam mı? Dərs etdiyi yerdə uşaq ona nəsə deyir və o əsəbləşib gəlib başlayır uşağı döyməyə. Yəni, burada sən müəlliməsən, bunu etməməlisən. Buna görə də yəni bəzən biz elə bilərik ki, mənim qarşımdakı narsistdir, mənə əsəbləşdirdiyini görmür, məni bu həddə çatdırdığını görmür. Deyir ki, günah səndədir. Ona görə də yəni bu əslində narsistin davranışı deyil. Buradan incə bir aydınlatma yaşadım sizə. Nəticədə qarşı tərəf mövzunu yox, sizin reaksiyanızı xatırlayır. Kitim və münasibət dinamikasında mövqeyi qorunmağın psixoloji sirri nədir? Yəni, burada sir çox sadədir. Dərhal cavab verməmək, dərhal izah etməmək, dərhal özünü isbat etməmək. Bəzi qadınlar elə bilir ki, danışdıqca aydın olacaqlar. Xeyr. Bəzən çox danışdıqca duman artır. Müdrik qadın şahmat oynayır. Hər fiquru tələsik atmır. Bir gedişi qorunmursa, növbəti gedişi də düşünür. Yəni, bir şahmat oyununda, baxın, oyunun hər anı düşünülür. Yəni, mən sadəcə bu daşı buradan qoydum, düşünülmür. Bunu bura qoysam, o qoysa, mən də oradan qoysam, belə-belə olsa, oyunun hər tərəfini düşünür. Və münasibətlər həqiqətən də bir şahmat oyunu kimidir. Mən yoldaşıma bunu dedim, o bunu deyəcək, buradan bu söhbət gələcək, belə olacaq. Sonda mən arzuma çatacam, yoxsa yox? Yəni, bir şahmat kimi oynamalısınız münasibətə. Amma bizim qadınlarımız nə edir? Ay, Nəriman xanım, yox, mən oyun 200'lülük nə danışırsınız? Götürün şahmat taxtasını, çırpır kişiyə ki, mən oyun falan mənlik deyil, ailəm qarşı biri-birinə, sonra hər şey dağılır yerə, sonra başlayırlar o yerdən yığmaq ki, hə, yaxşı. Gəl yığaq, oynayaq şahmatı. Taxta da artıq sınıb nə halda şah itib, piyada itib, kimdir bilinmir. Bəzi qadınlar elə bilir ki, yəni danışdıqca aydın olacaqlar. Amma dediyim kimi, yəni, danışdıqca əslində aydın olurlar. Müdrik qadın şahmat oynayır, hər fiquru tələsik atmır. Bir gedişi qurursa, növbəti gedişi də düşünür. Münasibətdə mövqe, emosiyanın qələbəsi ilə yox, özünə sahib çıxmaqla qorunur. Yəni, mən ona bu söz dedim, o söz dedim, özümdən çıxdım, bunları elədim, kim bir anlayış əslində yoxdur. Və biz özümüzdən çıxanda mövqeyimizdən çıxmış oluruq.
Kimin yanında mövqeyimizi qorumaq istəyiriksə, onun yanında özümüzdən çıxmırıq. Yəni orada özümüzü ağılla aparırıq ki, mövqeyimizdən çıxmayaq. Amma partnyorumuzun gözündə yəni fikirləşirik ki, yəni haqlıyam da. O məni qadın kimi görürmü, görmürmü? Mən əsl qadın kimi davranıram, yoxsa yoxmu? Bizim üçün önəmli olmur. Bizim üçün önəmli olan o kimdir ki? Haqsızdır o. Mən də haqlıyam. Hələ bir mən haqlıyam, məni də qadın mövqeyində görməsin. Və başlayır qadın öz yəni, bildiyini etməyə, səhv bildiklərini. Emosiyanı idarə etməyin incə taktikaları nələrdir? Burada bizim 15 tüyomuz olmalıdır. Necə? 15 tüyo. Hə, 15 tüyo yazmışdım. Burada 15 tüyomuz var. Və mən tüyoları oxuduqca istəyəcəm ki, siz yazasınız. Hansı tüyo sizdə var. Amma bir-bir yazmayın. Mən 15 dənə tüyonu oxuyun, bitirin. Siz də özünüzdə qeyd edin. Daha sonra yazın. Və ya istəyirsiniz bir-bir yazın ki, bu var, bu məndə yoxdur. Toplam görək nə qədər əlinizdə tüyolar var, düzgün texnikalarınız nələrdir? Çünki Azərbaycanda qadınların istifadə etdiyi texnikalar çox lazımsız texnikalardır. Keçənlərdə xatırlayırsınızsa, seminarda bir xanım yazmışdı ki, ucuz dişin enerji yöntəmləri. Bəzən Azərbaycan qadınları bundan istifadə edirlər. Amma bugün gəlin əsl tüyoları mən sizə verim. Cavabdan əvvəl 3 nəfəs. Bu, mən uduzdum demək deyil. Bu, mən özümü itirmirəm deməkdir. 3 nəfəs çox şey xilas edir. Bəzən bir evin abu-havasını da xilas edə bilir. Belə bir şey olubmu? Mübahisə yaşamısınız və siz orada nəfəs alıb vermişsiniz. Özünüzə demişsiniz ki, mənim üçün olmaq önəmli deyil. Əsas evin abu-havasıdır, yəni əsas atmosferdir. Az öncə dedik axı, bu seminardan yadınızda qalacaq tək cümlə olsa, o bu cümlə olsun ki, siz kişini yox, atmosferi idarə edin. Birinci tüyo bununla bağlıdır, atmosfer. İkinci tüyo, səsin həcmi yox, cümlənin dəqiqliyi seçilməlidir. Bir cümlə bəzən 10 cümlədən daha güclüdür, xüsusən də yerində deyilmişsə, qısa, təmiz və kəskin. Qadınlar qısa, kəskin və təmiz danışmalıdır. Uzun uzadı, boş-boş, mənasız, bu şəkildə danışıqlardan çəkinməlisiniz. Hələ bir partnyorunuza qarşı. Partnyorunuzun kim olmağından asılı olmayaraq, sizdən nə etməyindən asılı olmayaraq. Təsəvvür edin ki, o bir baş nazirdir, tamam mı? Yəni, dünyada bir proses olub və siz 5 aylıq bir baş nazirlə evlisiniz. Və o da sizə haqsızlıq edib, xətrinizə dəyib, kobudluqlar edib, xəyanət edib. Ona sözünüzü necə bildirərsiniz, o sizi başa düşsün deyə. Onu necə incidərsiniz, ona necə səhvlərini bildirərsiniz, hansı üslubda, hansı cümlələrlə, hansı tərzdə belə davranmalısınız. Üçüncü tüyo, cavab verməzdən əvvəl sual ver. Məni dinləmək istəyirsən, yoxsa qəzəbini boşaltmaq? Bu sual mübahisənin ritmini dəyişir, qarşı tərəfi güzgü qarşısına qoyur. Yəni, qarşı tərəf əsəbləşib, hər şey deyir və bizim qadınlarımızda nə var? Eşitmə autizmliyib. Tamam, kişi 10 dənə cümlə deyir, tamam mı? Qadın oradan bir dənə sözü tutur, ya tutursan 10 dənə cümlədə tut, tutursan heç birini tutma. Qadın oradan 10 dənə cümlənin içindən birini tutur. Məsələn, mənim təcrübəmdə belə bir şey yaşanıb ki, xanımın atası rəhmətə gedib və o nəsə dava olub danışır və oğlan da ümumiyyətcə çox böyüklərə hörmət edən bir bəy idi. Yəni, nəsə qızın atasına qarşı atası olmağını vurğulasın, nəsə hörmətsizlik etsin, heç belə deyil. Hər zaman əslində qızı qəbir ziyarətlərinə aparar, Qara Bayramda və s. Yəni, çox hörmət edən bir oğlandır. Hətta qızın anasına da çox hörmət edir ki, yəni o başlı bir qadındır, hər zaman nəsə onda çalışır ki, qaynanasının yanında olsun. Bəzən öz anasını yox, gedib qaynanasının yanında bayram keçirirlər ki, o qadın tək qalmasın. Yəni, normal davranışlarında gördük ki, əslində hörmət edən bir oğlan. Və dava sırasında onlar dalaşırlar, oğlan qıza bir çox sözlər deyir, qız da oğlana bir çox sözlər deyir. Və davanın ortasında oğlan belə bir çox cümlələr işlədir. Və sonunda işlətdiyi cümlələrdən biri belə olur ki, bəs sizdə mən də öləcəm atan kimi. Bu cümləni qadın götürür.
Tamam. O qədər milyonlarla cümlənin arasından bu cümləni belə o cımbızla çəkir, çıxardır və bayraq edir. Yığır əmisi uşaqlarını, mamasını, atama söz dedi, mən artıq atama deyilən sözə dayana bilmərəm. Bugünə qədər hər şeyə dözmüşəm, atama deyilən sözlə dözə bilmərəm və s. Xanım bunu seansda mənə danışır, sonra biz bunu analiz edəndən sonra xanım başlayır gülməyə. Mən ona deyirəm ki, niyə görə belə etdin? Bax, orada sən əslində çox bu sözdən ağır sözlər deyilib də. Orada partnyorun sənə bunu dedi, onu dedi, bunların davasını et. Həm də bu sözün də davasını et, amma onları da et. Dinərəm xanım, yox, bu sözü götürdüm sadəcə. Baxın, bəzən partnyorunuzla mübahisə edərkən, o sizə sözlər deyəndə, o sözlərin içindən nələrsə seçməyə əvəzinə ona bunu deyin. Deyin ki, sən məni dinləmək istəyirsən, yoxsa indi əsəbini boşaldırsan. İnanın ki, bu bir çox mübahisələrin açarı olacaq. Məsələn, təbii ki, o ailə düzəldi, onlar yenidən barışdılar, indi uşaqları var, çox xoşbəxtlər, davam edirlər. Oğlan yenə qızın anasına və həmçində yəni vəfat etmiş atasına qarşı çox hörmət edən bir oğlandı. Amma baxın, keçmişdə belə bir şey yaşandı. Yəni könül istəyərdi ki, yaşanmasın. Yoldaşım dedi ki, xəstəlik tapacaqsan anam kimi. Burada nə yatır? Heç nə yatmır. Yəni, o da deyib ki, sən də anam kimi xəstəlik tapacaqsan. Baxın, nə zaman bunu dedi, o önəmlidir. Siz sadəcə onun dediyini yadınızda saxlayırsınız, mənim pasiyentim kimi. Amma nəzərə alın ki, adam divanda oturub, telefona baxdığı yerdə. Əzizim, Həmidə, sən də mənim anam kimi xəstəlik tapacaqsan deməyib. Orada bir proses olub, bir şey baş verib. Qəlb qırıcı sözlərə nə reaksiya verək bəs? Mehriban xanım, sizin qəlbiniz, baxın, çox yüksək bir yerdə dayanmalıdır. Necə ki, bəzən, baxın, şüşə bir şeylərin üstünə yazılır ki, uşaqlardan uzağa qoyun, sına bilər. Sizin qəlbiniz belə aşağı rəflərdə olmamalıdır. Hər söz deyəndə sınır, hər şey deyəndə sınır. Qəlbinizi yuxarı bir yerlərə qoyun. Qoyun ona qırğınlıq çata bilməsin. Küslüklər o qəlbə gəlib çata bilməsin. Siz hər sözdən inciyirsinizsə, yəni bu sizin probleminizdir. Sizin qəlbiniz o qədər aşağı bir yerdədir. Qaldırın, qoyun qəlbinizi ən yuxarı bir yerə. Qoyun ona xoşbəxtlik get çatsın, qırğınlıqlar da get çatsın. Çünki tez xoşbəxt olan insanlar tezdə qırılırlar. Yəni, insan qəlb qırıqlığını il ərzində bir dəfə yaşayar, 2 dəfə yaşayar. Hər ay, hər həftə, hər şeydən insan qırılmamalıdır. Çünki qəlbi yuxarıda olmalıdır. 4-cü tüyo. Bədən, biz 21:00-da başlamışdıq Şənixan. 20-də, tamam. Bədənini əvvəl sakitləşdir, çənəni boşalt, çiyinlərini aşağı sal, əllərini sıxma. Çünki bədən gərgin olanda dil də sərtləşir. Bədən taxtdan düşərsə, söz də yıxılır. Yəni, bizim 4-cü tüyomuzda məqsədimiz öz taxtımızda gərgin qalmamaqdır. Yəni, təsəvvürünüzə gətirin ki, əllərimizi belə tutmuşuq, üzlərimizdə gərgin, partnyorumuza dedik ki, mən çox sakit qadınam. Yəni, o görür axı bizim bədənimizi. Amma bizim əllərimiz boş olmalıdır, ruhumuz rahat olmalıdır. Mən pasiyentim deyir ki, mən çox sakit qadınam. Baxıram ki, qadının içində o qədər gərginliklər var. O nə qədər desə də ki, mən sakitəm. İçi gərgindir, içi qaynayır, ayaq barmaqlarını, mən hətta ayaqqabıdan belə hiss edirəm ki, o ayaq barmaqlarını içəridə belə tutub. Buna görə də yəni, göstəriş xəttindən bunu etməməliyik. Ruhən belə olmalıyıq. 5-ci tüyo. Hər həqiqəti hər anda demə. Hər həqiqət vaxtında gözəl olur. Doğru söz doğru zamanda deyilməlidir, əziz xanımlar. Gecikmiş həqiqət zəhərə çevrilə bilər. Ağıllı qadın hər şeyi bir anda boşaltmaz. Məbədin qapısı hər kəsə eyni anda açmaz. Qadın arxetiplərini bizim bu seminarımızın mövzusu deyil, amma qadın arxetiplərində bu məbəd məsələsi orada da var ki, hər qadın öz arxetipini ideallaşdırmalıdır ki, siz bu həyatda əvəzsiz olasınız. Eynilə məscidlər kimi. Dünyada sayısız məscidlər var, amma o məscidin hər birinin özünə özəl xas bir xüsusiyyəti var. Yəni, qadınlar da belədir.
arxetipinizi tapdıqdan sonra siz əvəz olunmaz bir qadın olursunuz. İnanılmaz dərəcədə əvəz olunmaz bir qadın olursunuz. Yəni bir kişi dünyanın heç bir yerində sizdən tapa bilmir və bunu özü də bilir deyə heç vaxt sizi itirmək istəmir və xəyanət etmir. Gərək bu mövzuya yenidən. 5-ci tüyomuz budur. Qadın vaxtında danışmağı bilməlidir. Gecikmiş həqiqətlərin heç kimə bir önəmi yoxdur. Buna görə də 5-ci tüyomuz budur. Bu tüyolardan istifadə edənlər yoxdur, xanımlar, heç yazmırsınız. Baxın, görmək ki, yazırlar, mən görürəm. Yazırlar, 4 yox, 5 yox. Quliyeva belə yanına xətlər qoyub. Yəni, bunlardan istifadə etməm deməkdir bunlar. Məncə, bütün bunların səbəbi kişilərin bizə bir dəfə səni başa düşdüm, anlayıram deməməsidir. Bircə dəfə əməyimizə hörmət görsək, biz də sakitləşərik. Sizi sakitləşən və sizi qıcıqlandıran amil kənarda olmamalıdır. Yəni, niyə siz bir kişidən asılı olasınız ki? Bəlkə sizin həyatınızdakı kişi heç vaxt sizə bunu deməyəcək. Demir də, adam heç vaxt bunu demir. Nə olacaq? Yəni, nevroz olmağa başlayacaqsınız, şizofren olacaqsınız sonunda. Və deyəcəksiniz ki, hə, sənə görə oldum. Özünüzü qorumalısınız, öz mövqeyinizi qorumalısınız. Nevroz olmuşdur. 6-cı tüyo. Sən belə etdin, yox. Bu mənə belə təsir etdi. Yəni, bu tüyonu biz bilirsiniz ki, seminarda çox işlətmişəm. Hətta bundan istifadə edib fayda görən xanımlar da var bu seminarda. Ancaq mən dili ilə danışırıq. Mən sona qədər mən dili ilə gedirik. Mübahisə nə qədər şiddətlənirsə, nə qədər güclənirsə fərqi yoxdur. Biz mən dilini qoruyuruq. Bu hücumdan mövqeyə keçiddir. Qarşı tərəf itham etmədən sərhəd qurmağın ən təmiz yoludur. 7-ci tüyo. Mübahisədə uşaqlıq roluna düşmə. Ağlamaq, qışqırmaq, isbat etmək, təmizə çıxmaq. Bunların hamısı bəzən daxildəki köhnə yaraların səsidir. Yetkin qadın hissidir, amma dağılmır. Yəni, təbii ki, siz haqsızlığa uğrayacaqsınız, sizə səhvlər edəcəklər, siz də haqqınızı tələb etməlisiniz. Bu səhvdən çıxmalısınız, amma uşaq rolunda deyil, yetkin rolunda. 8-ci tüyo. Qalib gəlmək istəyini müşahidə et. Əgər məqsədin onu məğlub etməkdirsə, artıq o münasibəti itirməyə başlamısan. Çünki münasibət məhkəmə deyil. Xanımlar bəzən mənə deyirlər ki, yox Nərmin xanım, mən haqqlı çıxmaq istəmirəm. Hətta yoldaşıma deyirəm ki, nə fərqi var, sən haqlısan, mən haqlısam, önəmi yoxdur və s. Elə bu sözü deyirsə, bilin ki, o qadın haqq savaşı edir. Tamam, önəmi yoxdursa sus. Strateji davran. Şahmat oyna, önəmi yoxdursa əgər həqiqətən də. Sadəcə sən istəyirsən ki, sənin dediyin olsun. Və sən öz dediyini sübut elətdirmək üçün fərqli bir oyun qurursan, yanlış bir oyun qurursan, yəni yanlış oyun qurursan ki, ay əzizim, nə fərqi var, sən mi haqlısan, mən mi haqlıyam, sonu xoşbəxt olaq, amma bilirsən, yenə də başlayır ki, amma mən haqlıyam. Amma sən səhvini boynuna almırsan. Tamam, sənin üçün önəmi yoxdur axı kiminsə səhv olmağının. O zaman niyə istəyirsən ki, yoldaşın düzəlsin, səhvini boynuna alsın? Əslində orada səhv strategiya gedir. 9-cu tüyo. İroniyanı silah yox, zəriflik kimi istifadə et. Biraz kinayə, amma alçatmadan, biraz gülüş, amma iynəsiz, zövqlü bir zarafat bəzən ən sərt replikadan daha güclü olur. Mənim bir cütlüyüm var idi keçən il. Oğlan o qədər danışan bir oğlan idi, hər şeyi sözdə deyir, tamam mı? Belə edərəm, elə edərəm, bunu belə eləyərəm. Heç vaxt bunu hərəkətlərinə tökən bir oğlan deyildi. Və kənarda da hər kəs o oğlanı çox yaxşı tanıyır. Zaten belə danışa bilən biri olduğuna görə. Amma heç etmirdi. Bu verdiyi sözlərin heç bir üstə durmurdu ailə həyatında. Biz onunla seansda olanda, daha sonra oğlan seanslarına davam etmədim. Mən xanımla davam etdim seanslarıma.
Və xanım mənə bir dəfə demişdi ki, Nərmin xanım, mən ona nə deyim ki, artıq o başa düşsün və mən ona bunu demişdim 10-cu tiyonu. Sərt ironiyalar etməyiniz. Çünki onun yoldaşı ironiyaları çox yaxşı başa düşür və ona həqiqətən ironiyalar təsir edirdi. Və ona etdiyimiz ironiya belə bir ironiya idi ki, səncə sən lal olsaydın, mən sənin hərəkətlərinə baxıb, məni sevdiyini yenə bilərdim, anlayardım bunu. Və qadın gedir bunu əlinə deyir. Deyir ki, əgər sən lal olsaydın, mən sənin hərəkətlərinə baxıb, yenə də nə qədər yaxşı bir kişi olduğunu, yenə də nə qədər mərhəmətli, nə qədər sevgi dolu kişi olduğunu bilərdim. Oğlan baxıb deyib, yox, bilməzdin. Qadın deyib, o zaman elə et ki, bilim. Hətta sən lal olsan belə, mən yenə də bilim. Və ondan sonra oğlan inanılmaz qədər dəyişmişdi. Bəzən ironiyalar, amma doğru ironiyalar, doğru kinayələr həyatımızda çox yaxşı bir yer aça bilir. Yəni daha doğrusu 9-cu tüyo. 10-cu tüyo. Mövzudan yayılan adamı mətndə saxla. Biz indi sənin keçmişini yox, bu məsələni danışırıq. Bu cümlə mövzunu yerinə qaytarır, dumanı yarır. Yəni partnyor başqa mövzulara gedəndə onu yenidən mövzuya qaytarmalısınız. 11-ci tüyo. Susmaqdan qorxma. Sükut boşluq deyil. Sükut bəzən hakimiyyətdir. Sən danışmırsan deyə itilmirsən. Bəzən danışmadığın üçün qalib olursan. 11-ci tüyo. 11-ci tüyo dedik. 12-ci tüyo. Mübahisənin sonunda öz dəyərini xatırla. Qarşı tərəf səni narahat edə bilər, amma dəyərini müəyyən edə bilməz. Sadəcə kiminsə əlində gəzdirməməlisən. Yəni, qarşı tərəf sizi incidə bilər, sizə haqsızlıqlar edə bilər. Amma bu demək deyil ki, o sizin dəyərinizi ölçür. Xeyr, siz öz dəyərinizi qorumaq məcburiyyətindəsiniz. Yəni, belə bir məcburiyyətiniz var. 10-cu tüyo. Mən səni əzən yox, mən özümü qoruyuram, yerinə qoy. Baxın, uşağınızı düşünün. Bəzən dava olanda analar və atalar haqlı və haqsız olmağa baxmır. Bilirsiniz nə deyirlər? Yaxşı gəl sakitləşək, uşaq eşidir. Uşağı o qədər yaxşı bir mövqeyə qoyurlar ki, yəni onu dəyərli bir mövqeyə qoyurlar ki, uşağın mövqeyi önəmlidir. Hal-hazırda kimin haqlı, kimin haqsız olduğu önəmli deyil. Baxın, siz də münasibətdə belə etməlisiniz. Yəni siz uşağınızdan da dəyərlisiniz. Özünüzü belə bir mövqeyə qoymalısınız ki, burada mən qırılıram, burada mən incinirəm, burada mən qorxuram. Özünüzü çox yaxşı mövqeyə qoyun. Bu incə fərq hər şeyi dəyişir. Enerjin daha təmiz olur, sözündə daha ağır düşür. 14-cü tüyo. Mən indi cavab verməyəcəm deməyi öyrənin. Bu cümlə soyuqluq deyil, bu cümlə özünə verilmiş bir hörmətdir. 15-ci tüyo. Mübahisədən sonra səhnədən dərhal düşmə, qısa bir fasilə. Su iç, nəfəsini yenilə, özünü toparla, çünki fırtına keçəndə kraliça hələ də ayaqdadır. Bunlar mənim də çox sevdiyim tüyolardır, həyatımda aktiv şəkildə istifadə etdiyim tüyolardır. Mən hər zaman ətrafımdakı insanlar mənim potensialımı çox yaxşı bilirlər. Bir insana cavab vermə potensialımı, o insana nələr edə biləcəyimi çox yaxşı bilirlər. Amma bunu heç vaxt etməyəcəyimi də bilirlər. Bu mənim bu həyatdakı mövqeyimi ən gözəl şəkildə qoruma tərzimdir. Yəni bütün bacarıqlarım var səni susturmaq üçün, səni haqsız çıxartmaq üçün. Amma buna yenə ehtiyac duymuram. Mən öz mövqeyimdəyəm və burada sakitəm. Və bu mövqeyimi heç kimə verilmirəm. Bu mövqeyin sahibi sizsiniz. Qarşı tərəfin sizi narahat etməsinə görə bunu dəyişməyin. Yaxşı. İndi isə keçin mən xanımlara, baxaq görək burada kimlər hansı tüyolardan istifadə edir. Çünki bunlar çox önəmlidir. Ki, sizin istifadə etdiyiniz tüyolar varmı? Fayda görürsünüzmü bu tüyolardan?
Дети, gelin. Пошли. Məndə çox az mövqe qorunmadı, daha çox qurban psixologiyasında deyə hiss edirəm. Mhm. Çox vaxt mübahisədə ağlayıram, sonra mənə deyir ki, acındırırsan özünü, artistlik edirsən. Bu halda daha çox ağlamağım gəlir, toxunur mənə. Çünki yəni burada axı emosional dayağınız azdır. Yəni siz emosiyalarınızı idarə edə bilmirsiniz, emosiyalarınız sizi idarə edir. Emosional olaraq tetiklənən qadınlar belə olurlar. Onlar tetiklənəndə ağlayırlar, qışqırırlar, əsəbləşirlər və qarşı tərəf onları artist olaraq adlandıra bilir. Çünki o qadın özünü idarə edə bilmir. Mövqeyi sabit deyil, sadəcə ağlamaqla məşğuldur. Məndə də dava əsnasında bərk qışqıranda deyir, qonşular eşidir, səsi azalt. Deyirəm, qonşular sənin də səsini eşidir. Evdən səs çıxmamalıdır, deyir. Səsi aşağı sal. Mən də ona deyirəm, sən onda səsini aşağı sal. Aha, məsələn, burada xanım öz mövqeyində olmur. Xanım qarşı tərəfi kopyalayır. Yəni, sən dedin, mən də deyim. Amma məsələn, orada partnyoru ona xatırladır ki, yəni qışqırma, qonşular səsini eşidir, mövqeyində deyilsən. Yəni, sən öz mövqeyinə qayıtmalısan burada. Amma xanım orada yəni partnyoruna bildirir ki, yox, sən mövqeyində deyilsənsə, mən də mövqeyində olmayacağam. Tamam, olmayın, bu sənə ziyandır. Qarşı tərəfə deyil. Dərman, dünən mübahisə etdik, həmin an tərk etmək istədim evi, gecə rayona çıxıb getdim. Səhər saat 7-də qayıtdım şəhərə, gələr gəlməz gedib uzun saçlarımı kəstirdim. Niyə? Dəyişim üçün kəstirmişsiniz, yoxsa niyə? Niyə kəsildi saçlarınız Aygün xanım? Seminardan sonra yenilənmə prosesindəyəm. Arada donuram, amma indi emosiyalarımı kənara qoymuşam. Taktika düşünürəm. Nərmin xanım nə deyərdi, deyirəm özümə. İnşallah sabah gəlin, bax görək seminarda bağlanma tiplərinizi yenidən analiz edək Günel xanım. Dəyişirəm, həyatımda dəyişimlər etməyə qərar almışam. Xeyirli olsun Aygün xanım. Amma bunun düzgün dəyişim olduğunu düşünmürəm. Söz qadınlıq impulsunuzu dəyişmişsiniz. İnşallah ki, yoldaşınız boşanmaq istəyir. Biri impulsunu dəyişirsə, bir kişi və ya bir qadın. Ondan boşanmaq lazımdır. Aygün xanım yazıb ki, mən istəyirəm boşanma. Belə davam etsəz Aygün xanım, o boşanacaq sizdən. Yəni, rahat bir boşanma olacaq. Mənim normal münasibətim olmayıb. Amma atamla anam danışanda elə sözlər işlədirlər, deyirəm Allahım. Bir kişiyə belə söz demək olar, anama da deyirəm, sən atamla pis danışırsan, əcirsən onu. Onların münasibətinə qarşılamalıyıq Günel xanım. Onlar artıq formalaşıblar və bunu norma qəbul etmiş ola bilərlər. Tez özündən çıxıb ağzına gələn deməsi boşanmaya səbəbdir. Bu dəyişilə bilən prosesdir deyə mən boşanmaya səbəb görmürəm. Mənim üçün boşanmaya, yəni aparan ən böyük səbəb, yəni özümün belə boşanmağıma, yəni boşansam bir gün aparan səbəb olar ki, impulsu dəyişmək. Və ya mən impulsu dəyişsəm,
Məndən boşansa deyərəm ki, yəni haqlısan. O da dəyişsə mən boşanaram. Yəni zaten o an boşanmaq lazımdır. Ə, Səndə aşiq olduğu bir şey dəyişirsən ona prinsip olaraq. Məsələn, mən deyirəm ki, sənə ağ çox yaraşır və biz mübahisə edirik ki, sən artıq bir də ağ geyinmirsən. Buna görə yəni o adamdan boşanmalısınız və ya o qadından boşanmalısınız. Məsələn, Aygül xanım impulsunu dəyişir. Ona görə o yoldaşı ondan boşansa, yəni boşana bilər, boşanmalıdır məsələn. Ki Aygül xanım da zaten deyir boşanmaq istəyirəm və bu yolu belə davam edib tutsa, yəni zaten rahat şəkildə boşanacaq. Tamam. Bizim indi 5-6 dəqiqəlik bir fasiləmiz var. Fasilədən sonra yenidən davam edək.
podkastda bir davam edək əziz xanımlar. Və gördük ki, hansı tiyolardan daha aktiv həyatımızda istifadə edirik, hansılardan istifadə etmirik. Daha çox mən burada chat bölməsinə baxdım və xanımların daha çoxunun istifadə etmədiyini gördüm. Mütləq şəkildə bu tiyolardan istifadə edin. Yəni hamısına inanla istifadə etməyin, amma az-az ehtiyac olduqca mütləq xatirinizdə qalsın və bunlardan istifadə etməlisiniz. Həqiqətən güclü qadının tutması nə vaxt zəiflik deyil. Güclü qadının susmaq, içində doluşmuş qorxunu boğmaq üçün edilirsə zəiflikdir. Yəni, qoy susum, evdə dava çıxmasın, bu dəfə də yenə tutam ki, günah məndə qalacaq, onu hər dəfə danışmışam, nə faydası var, evdə qonaqlar var və s. Bunlar, yəni güclü qadın bəzən cavab vermir, bilir ki, hər sizə reaksiya vermək taxtdan enməkdir. Hər təxribatı qəbul etmək, ovçu sələsinə girməkdir və qadın strateji cəhətdən səssizliyi seçir. Məcbur qaldığı üçün, dözmək üçün yox. Və burada gəlin biz sizlərlə günün mesajını verək ki, mübahisədə ən böyük güc qışqırmaq deyil, özünü itirməməkdir. Haqlı olmaq ucuz ola bilər, hörmət qazanmaq hər zaman bahalıdır. Tacın, yəni qadının tacı onun səsinin həcmi ilə yox, ruhunun sabitliyi ilə daşınmalıdır. Yəni siz bir mövqedə qalmaq üçün hər zaman bunlardan istifadə etməlisiniz. Bizim bugünkü mövzumuz bu qədər. İndi isə gəlin suallara keçək. Baxım görüm, burada görüntüləri mən açıram, Nişanə xanım. Siz zəhmət olmasa sual vermək istəyən xanımları, dünəndən də sual vermək istəyənlər var idi və əziz xanımlar, seminarımızın artıq sonlarına doğru yaxınlaşırıq. Ona görə də suallarınızı daha konkretləşdirib verməyinizi istəyəcəm sizlərdən. Yalnız bir görüşümüz qalır. O görüşümüz də inşallah həftənin 3-cü günü olacaq. Nişanə xanım. Həftənin 3-cü günü sizlərlə son görüşümüz olacaq. Əvvəlki seminarların birində qeyd etmişdiniz ki, kişi xəyanətdən sonra maddi və mənəvi cəza vermək lazımdır. Şahım, sonuncu mövzu xəyanətdir. Bəli, xəyanət. 12-ci günün mövzusu, sonuncu mövzumuz xəyanət mövzusudur. Və yəni bitmək bilməyən bir seminar olacaq 3-cü günə. Əvvəlki seminarlarında demişdiniz ki, kişiyə xəyanətdən sonra maddi və mənəvi cəza vermək lazımdır. Bəli, bunlara nümunələr verə bilərsiniz. Cəzanı hansı dillə onlara bildirməliyik? Bunu şantaj kimi başa düşməlidir. Başa düşə bilər şantaj kimi. Əgər siz orada qışqırmısınız, bağırmısınız, mən necə xəyanət dərsən, mən xəyanət heç vaxt bağışlamayacağam. Sonra da ona demişsiniz ki, bir şərtlə bağışlayaram ki, filan şeyi. Bu təbii ki, şantajdır. Bir də var, yəni siz bu dövrdə ona bildirirsiniz ki, bax əzizim, mən çox ağır bir dönəmdən keçirəm. Yəni mən dili ilə danışıram. Mən çox ağır bir dönəmdən keçirəm, sən mənə xəyanət etmirsən və sənin bu xəyanətin məndə bir çox şeylərə səbəb olsun. Mən toparlana bilmirəm. Mənəvi cəhətdən səndən istəyəcəm ki, bu müddət ərzində məni yola verəsən. Mən sənə nə zaman zəng etsəm, telefonu aç. Mənim güvənim bərpa olunana qədər buna ehtiyacım var. Mənəvi budur, misal. Maddi olaraq da budur ki, yəni eyni zamanda bax, mənim telefonum da işləmir və o da bütün əsəblərimi pozub. Sən də heç olmasa mənim telefonumu yenilə. Bu prosesdən bərabər çıxmalıyıq. Mən səndən uzun zamandır telefon istəyirdim. Sən də bunu et, ən azından mən də güc tapım, toparlanmağa çalışım. Yəni bu tərzdə olur. Yoxsa yəni bunu et, səni bağışlayım, bu sizi ucuz bir qadın kimi göstərir. Qarşı tərəf cəzasının bədəlini ödəməlidir. Bu hər zaman belədir. Baxın, siz birinə xətər yetirsəniz, tamam mı? Məhkəmə sizi tutacaq. Ya sizə deyəcək ki, təzminat ödə o insana, ya da deyəcək ki, 5-6 il həbs yat. Siz də ya təzminat ödəyəcəksiniz, ya həbs edəcəksiniz. Yəni cəza olmalı və bitməlidir. Bu arada hakim sonra gəlib və ya dövlət hər dəfə gəlib sizə bunu xatırlatmayacaq ki, bax sən kimisə öldürmüşdün, yox. Və kimisə evindən oğurluq etmişdin, yox. Cəzanızı çəkirsiniz, bitir. Yəni partnyor da cəzasını çəkir və bitir. Bir də o söhbəti açmırsınız. Bugünkü mövzumuz xəyanət deyil, əslində 3-cü gün danışarıq bunları. Mənim baldızım xəyanətdən sonra burnunu kəsilmişlərinə.
Yəni görüş demişdiniz, səhv etmirəmsə 9 nəfərlə keçirəcəksiniz. Nə zaman oldu? Mən də çox istəyirəm. Bugün. Bugün oldu. Digər seminar isə sabah olacaq. Sabah artıq yerlərimiz dolub. Günel xanımı götürdük. Günel Əsədi yalnız və artıq yerlərimiz doldu. Və artıq qrup edə bilmirəm. Çünki baxın bugün də qrupda 9 nəfər xanım var idi və onları tək-tək analiz edirəm, tək-tək danışıram deyə onlarla çox olanda, yəni təbii ki, bu mümkün olmur. Çox adam necə analiz edə bilərəm? Buna görə daha az xanım olur. Növbəti aylarda da çalışacağam əyani seminarları daha çox edim ki, sizlər də gələ biləsiniz, orada tək-tək analiz edə bilim sizləri də. Hələlik yalnız sabahdır, bugün və sabahdır. Sabah da artıq yerlərimiz dolub. Hə, bu dəfə oxuyacaq. Tamam, keçən dəfə seminarda misal gətirmişdiniz ki, qaynana gəlinə deyir, hazırladıqlarının oğlumun qazancıdır. Qadın heç nə demir, sakit qalır. Kişi sonra qadını qucaqlayıb üzr istəyir. Olmazmı kişi anasına normal sərhədli cavab versin, yoldaşını müdafiə etsin? Bu qadına haqsızlıq deyilmi? Baxın, niyə Arzu xanım haqq savaşındasınız? Burada mövqe savaşı var. Tam haqq savaşındasınızsa, təbii ki, orada kişi gəlib anasına deməlidir, anasına deməlidir, yaxşı edirəm. Sonra kişi gəlib yoldaşına deyəcək, bəsdir də yola ver, sən də, o da yaxşı qadındır və s. Buna nə ehtiyac var? Yəni siz o qadının oradakı məqsədi ay Nərmin, mən necə haqlı olum deyildi. Nərmin, mən necə edim ki, ailə həyatım daha yaxşı olsun, yoldaşım məni anlasın, bu idi. Və o davranış etdi, yoldaş da onu anladı. Axı biz danışdıq, qadının mövqeyini qorumalıdır. Qaynana gəlin problemləri nəyə görə yaşanır? Qadınlar, yəni gəlinə öz mövqeylərini qorumurlar. Onlar haqlı olmağa çalışırlar. Strateji olmurlar. İnşallah Azərbaycana gələndə sizin mütləq bir dəfə də seansınıza gələcəm. İnşallah Atəxəm. Yəni seminarlar olduqca məlumatlansaq sevinərik. Tamam, Nişan xanım, seanslarımız olduqca yazarıq qrupa. Olar. Qeydiyyat çox olur deyə hər dəfə çox afişa kimi paylaşa bilmirik. Nərmin, mənim atamın imkanı yoldaşımın daha çoxdur və evliyimiz boyu özünü yetərsiz hiss edir. Buna görə nə etməliyik? 3 ildə evliyik. Atanızın indiki yaşı ilə özünü müqayisə etməməlidir. Atanızın cavan vaxtı ilə özünü müqayisə etməlidir. Salam, keçən dəfə seminarda misal gətirmişdik, onu dedim. Mən də yəni seminara qoşulmaq istəyirəm. Olanda qoşularsınız. Hələ ki, yəni sabahdır, bugündür, qruplarımız da artıq dolmuşdu əzizlərim. Olanda hər zaman səhifəmizə baxın. Nişanə xanımı da bildirdim. Belə bir seminarlar olsa qrupa göndərəcək. Növbəti seminar zaten arxetiplər üzərindən edəcəm. Qadının arxetipi. Siz o tipinizi tapırsınız və onu ən mükəmməl hala gətirirsiniz. O qadın tipinizi və bu tipi zaten mükəmməl hala gətirən qadın xəyanət kimi faktlarla üzləşmir. Çünki o dediyim kimi, məbəd texnikası kimi istifadə bundan. Mən belə bir sual vermək istərdim. Həyat yoldaşım WhatsApp-da yaxud hansısa sosial şəbəkədə şəklimi paylaşmağa icazə vermir. Ancaq özü paylaşır. İraq bildirəndə deyir, sənə olmaz. Mən isə bunu qəbul etmirəm. Mənə icazə vermir, özü edir. Axı niyə? Soruşun özündən, bilmirəm. Özündən soruşun ki, bunu niyə icazə vermirsən? Oradakı məntiqi sizə açıqlamaq məcburiyyətindədir, Fəxriyə xanım. Bizə səsinin tonunu qaldıran birinə səsini aşağı sal demək düzgündür. Təbii ki, onu deyə bilərsiniz ki, səsini aşağı sal, amma bir dəfə. Eşidər, eşitməz artıq onun problemidir. Siz amma bir dəfə bunu deməlisiniz, bəli. Soruşanda isə sevmirəm, qadın özünü paylaşsın. Baxın Fəxriyə xanım, siz burada deyirsiniz ki, niyə belə edir? Yoldaşım niyə qoymur ki, mən şəklimi paylaşım? Sonra da yazırsınız ki, mənə deyir ki, mən sevmirəm qadın öz şəklini paylaşsın. Yəni deyir də adam sizə bunu. Baxın, ola bilsin onun dediyi məntiqlidir, məntiqsizdir, sizə uyğundur, uyğun deyil, amma adam bunu deyir. Niyə olduğunu deyir. Deyir ki, mən istəmirəm mənim qadınım şəklini sosial şəbəkədə paylaşsın. Bunun hansı hissəsi sizə aydın deyil? Siz onu ümumiyyətcə dinləyirsiniz, yəni adam sizə aydın açıq deyil. Siz ona deməlisiniz,
ki, mən paylaşmaq istəyirəm, sağollaşıram səndən. Ya da ki, hə, sən dediyində mən də məntiq görürəm. Amma ay niyə qoymur, bilmirəm, səbəb nədir, səbəbsiz yerə qoymur. Yəni belə bir şey olur. Adam açıq şəkildə sizə deyib bunu. Yəni orada sual işarəsi yaratmayıb da sizdə ki, hə qoymuram, qoymuram, yox. İzah edib, açıqlama verib, bu qədər. Yəni qəbul etmək, etməmək, bu da sizin biləcəyiniz bir işdir. Bugün onu anladım ki, mən bugünə kimi əsl qadın kimi davranmışam, amma son vaxtlar hövsələdən çıxmışdım deyə o qədər yanlışlar etmişəm ki, düzəldəcəyinizə əminəm yenidən, Nailə xanım. Şəvə xanım yazıb ki, seminar müddətində çox sakit olmuşam, sanki səssiz moda keçmişəm, həm yaxşı tərəfə çox dəyişiklik hiss edirəm. Bu ikili hal normaldır, bəli, əslində normaldır. Nərmin xanım, yoldaşım mənə pul xərcləməyi sevmir. Mən ondan asan yolla pul ala bilmirəm. Necə edim bilmirəm. Xidmət oluna bilən bir qadın halına gələndə zaten insanlar sizə xidmət edəcəklər. Yəni, zaten sizə pul da verəcək. Yəni, ona görə pula fokuslanmamalısınız ki, nə edir mənə pul versin. Xidmət oluna bilən bir qadın halına gəlməlisiniz. İcazə verməlisiniz ki, insanlar sizə xidmət etsinlər. Siz buna icazə verən biri deyilsiniz və ya impulsu dəyişmək, buna aydınlıq gətirin zəhmət olmasa. İnsanlar bir-birinin impulslarına aşiq olurlar. Və hər insanın çox fərqli impulsları var. Və hər qadında bir impuls, hər kişidə bir impuls aktiv olur. Və biz onu görüb ona aşiq olub onunla evlənirik və ona deyirik bu impulsu. O əgər bizə inat bunu dəyişdirirsə, biz ondan ayrılmalıyıq. Və ya biz dəyişdiririk, o bizdən ayrılmalıdır. Nərmin xanım Nişanlı rayonda işləyir, təyinatını rayona veriblər. Mən isə şəhərdə işləyirəm. Evləndikdən sonra öz işimdən imtina edib onunla birlikdə getmək istəyirəm. Bunu sevilmək üçün yox, sevdiyim üçün edirəm. Aha, nə gözəl. Amma bilmək istəyirəm, düzmü edirəm. Fərqindəyəm ki, bunu özüm istəyirəm, seçimim budur. Və kaş ki deməyəcəm, bilirəm. Amma özümdən fəda edib qurban roluna girmirəm. Düzmü edirəm öz işimdən imtina etməklə. Yəni, Svetlana xanım, əgər sevdiyiniz üçün edirsinizsə və yəni strateji cəhətdən onun işi sizin ipinizdən daha çox şeylər gətirəcəksə sizin həyatınıza, əlbəttə düzgün edirsiniz. Və siz burada özünüzü tanımağınız da önəmlidir ki, yəni bu cür bir şeyin qarşılığında siz 3 il keçsə, 4 il keçsə nələr edəcəksiniz? Bunun qarşılığında sizin gözləntiniz nə olacaq ondan? Bunları mütləq hesaba qatmalısınız. Nərmin xanım, münasibətə durğunluq, geri çəkilmə niyə olur, necə aşmaq olar? Bunlara toxunsaz çox yaxşı olar. Görün deyə nə qədər yazıram, kaderi zorlama şəkli. Hər münasibət 4 fəsli keçir, əziz xanımlar. Yəni, bu yaşanır. Mütləq şəkildə bizim münasibətlərimiz yazı görür, yayı görür, qışı görür, payızı görür. Baxın, bugün seminarda da hər birimizin evliliyi eyni fəsildə deyil. Hətta mən soruşsam ki, yazın fəsilləri, hansı fəsildədir evliliyiniz? Məsələn, mənim evliliyim bir payız fəslindədir. Elə evliliklər var, qışdadır, eləsi var, yaydadır, bahardadır və ola bilər ki, durğunluq dövründən, geri çəkilmədən, partnyorlar bir-birindən bezə bilər, yorula bilər. Mütləq orada düzgün dəstək və düzgün texnika olmalıdır ki, o ailə yenidən dirçələ bilsin. Və necə aşmaq olar, bu artıq çox individual bir sualdır. Hər ailəni durğunlaşdıran eyni şey deyil. Birinci bunu tapmaq lazımdır. Sizi durğunlaşdıran nə idi? Oradan həll etmək lazımdır. Mənim yoldaşım borcları, kreditləri, olsa pul xərcləməyə xoşlayır. Mən əvvəllər buna görə danışırdım, ekonomiya edirdim. Sonra gördüm ki, məndən uzaqlaşır, başqa yerlərə xərcləyir. İndi mənə lazım oldu, olmadı, hər şeyi aldırıram. Ancaq özümü günahkar hiss edirəm, fikirləşirəm ki, hesab edirik ki, mən necə etməliyəm? Anlayışlarınızı dəyişməlisiniz, kişilər haqqında olan anlayışlarınızı. Bir kişi hər zaman əziyyət çəkməlidir və bir qadın hər zaman bir kişinin beynini aktiv saxlamaq bacarmalıdır. Kişilər də bunu istəyirlər, aktiv qalmaq istəyirlər. Baxın, məsələn, əsgərlikdə necədir?
bir əskəri hər zaman məşğul saxlayırlar. Çünki bilirlər ki, əskər məşğul olmazsa, ya orada boş-boş işlərlə məşğul olacaq, ya da evə qaçacaq. Ona görə bir əskəri həmişə məşğul saxlayırlar. Bir qadın bir kişinin zehnini hər zaman məşğul saxlamalıdır. Sizin bu haqda məlumatlarınız yoxdur. Siz sadəcə çoxlu xərclənmək israf edər. Qısaca bunu bilirsiniz. Bildiyiniz bu məlumatı da evliliyə tətbiq edirsiniz. Sizin evlilik, bu kimi kişilər haqqında bu kimi çox informasiyalarınız yoxdur. Bildiyiniz informasiya budur ki, pulu qənaətlə ekonomla xərcləməliyik. Yəni uşaqlıqdan öyrədilən şey sizə budur. Və siz normal olaraq böyümüsünüz və bunu tətbiq edirsiniz. Lütfən xanım yazıb, Qəm xanım, mən həmişə yoldaşıma deyirdim, işləmədincə, vay, o qıcıqlanırdı. Aha, tamam, normaldır. Elə bir söyürəm onu. İnanın ki, söyürsünüz ona. Belə deyərək. İndi dediklərinizdən sonra həmişə deyirəm, işlə həyatım, qazan, ailəmiz yaxşı olsun. Gülür, xoş gəlir. Bilsəydim belə olacaq, belə edərdim. Çox sağ olun. Siz də çox sağ olun, əzizim. Nərmin bugünkü seminar mənə o qədər yaxşı təsir bağışladı ki, dünəndən yaxşı deyiləm. İndi bir fərqindəlik yaşadım. Tək sizin üçün hər şey yaxşı olsun, Nərmin xanım. Keçək Şəni xanım. Bəli. Mənim xanım sual vermək istəmişdi. Axşamınız xeyir Çənə xanım, sual verə bilərsiniz, buyurun. Axşamınız xeyir. Axır ki, evdə bir tək oldum. Sual vermək vaxtım çatdı. Həmişə evdə olur yoldaşım. İstəmirəm də o sualları eşitsin. Deməli, siz bugünkü mövzuda dediniz ki, bəzən sakit qalmalıyıq ki, hər mübahisədə Bir dəqiqə üzr istəyirəm. Sizinlə bağlı kimsə tapışdı. Sevgilim, səsinizi bağlayın. Tamam, bağladım. Buyurun, Şəni xanım. mübahisə zamanı sakit qalaq, mövqeyimizi qoruyaq ki, dava daha da uzanmasın. Bəzən partnyor qarşı tərəf susanda əsəbləşəndə ki, yəni susursan, məni ignor edirsən, yox sənlə cavab ver. Bəs bu zaman nə edə bilərik ki, durğunluq olsun? Tanımazlıq edəndə biri bunu sizə deyir. Yəni strateji səssizlikdə biri sizə deməz axı ki, niyə sakit durursan, cavab versən nə. Siz artıq onun sözünü alıb bilirsiniz ki, və onu həqiqətən ignor atırsınız ki, yaxşı. Danış, sakitləşəcəksən, danış. Yəni bu təzyiq edirsiniz, yola verirsiniz. Bəzən o da olur. Sadəcə bəzən o qədər biraz emosionaldır. Danışdıqca mövzuları dərinə gedir, keçmişə gedir. Mənim beynim çatdırmır ki, hansı sualına bunu cavab verim. İndikidən danışır ya və ya keçmişdən danışır. Onda susuram artıq heç deyirəm ki, mən buna cavab verim sənə. Hansı sualına cavab verim artıq bilmirəm. Bilməyə söz tapmayıb susursunuz, amma strateji səssizlik belə deyil. Yəni strateji səssizlik yəni bilir ki, nə demək lazımdır, harda deyəcək və vaxtını gözləyir. Əgər susmaq sizin münasibətinizdə zərər verirsə, bu düzgün tiyo deyil, orada istifadə edirsiniz. Sonra nə edeyim? Cavab verim ona? Bəli. Cavab verəndə də elə uzanır söhbət. Başqa mövzulara gedir. Xeyr, orada zaten düzgün cavabları verməlisiniz. Həmin suallara. Bəli, ona suallara təmiz, qısa, yəni orada digər tiyolar var ki, məsələn, aydın, dəqiq, net danışın. Məsələn, o tiyodan istifadə etməlisiniz orada. Aydın, dəqiq və net danışmalısınız. Çünki siz o qədər elə davranmışsınız ki, yəni partnyor danışır və sizdə zaten bu var ki, xanım. Siz susursunuz ki, danışsın, keçəcək. Buna görə, yəni o da bunu hiss edir. Baxın, dişlər axmaq deyirlər. Bunu hər zaman yadınızda saxlayın.
Sadəcə olaraq onların beyni başqa cür işləyir, amma axmaq deyillər. Bunu hər Yo, dəfə yo, yadınızda. Yəni heç onlar axmaq heç deyillər. axmaq deyillər. Beyinləri Çox sağ fərqli olun. işləyir. Başqa bir uzaylının beyni kimi, Marsdakı birinin beyni kimi işləyir. Amma axmaq deyil. Amma bəzən o qədər sual verir ki, mən artıq başa düşmürəm hansı sualına cavab verim və Nə cavab suallar verdikcə də verir mən sizə? batıram. Necə? Nə suallar verir sizə? Və məsəl üçün, və yaxud yarası bir mövzu baş verir. Bəzən elə olur ki, ailədə uşağa müdaxilə eləyir və yaxud da ki, mənə sən nəysə bu axır vaxtlar mübahisələrimiz azalıb. Mən özümdə durğunluq hiss eləyirəm. Bu seminardan sonra çox dəyişmişəm. Evdəkilər də, uşaqlar da hiss eləyir. Amma indi seminardan öncəki davalarımız məsələn ən çox uşaq üstündə olurdu. Mən müdaxilə eləyəndə uşaq qalırdı qıraqda, bizim problemlərimiz ortaya düşürdü və onun keçmişindən, mənim keçmişimdən əsas mövzu qalırdı qıraqda, biz çözəliyirdik. Yəni cavablar ancaq belə olurdu. Ya deyirdim ki, sən əvvəllər sən bəs mənə belə demirdin, sən belə deyirdin. O da deyir ki, biz əvvəldən danışmırıq, biz indikindən danışırıq. İndi niyə belələdin? İndi də cavab verəndə deyir, yox, gördün, indi belə yox, əvvəl sən belə eləyirdin, indi belə deyirsən. Yəni söhbət mənasız bir yerə gedib çıxır. Aha, kör bir düyün yaranırdı ona görə. Aha, Siz hə. çalışın ki, qısa, net və aydın danışıqlardan istifadə edəsiniz. İndiyə aid qısa, aydın və net danışın, daha yaxşı olacaq. İnşallah. Çox sağ olun. Siz də çox sağ olun. Hə, çəkəcəm. Nə oldu Şəfət? Sual verənlərdir. Baxdım görüm. Hə, tamam. Son günlərdir suallarını cavablayaq. Axmaq olsalar burada olmazdıq. Bəli, haqqlısınız. Yoldaşım özü mənə deyir, yazıram, uzun-uzun oxuyursan, qısa cavab verirsən, nəyi sərf edir ona cavab verirsən, həvəsim və istəyim yoxdur danışmağa. Burada bilirsiniz, siz hansı texnikadan istifadə edirsiniz. Onun dediyi 10 dənə cümlənin içindən birini seçib ona kodlanırsınız. Normal olaraq o da görür ki, yəni sizinlə danışdığı şeylərin mənası yoxdur. Siz yenə oradan bir iki dənə detal tutacaqsınız, ona cavab verəcəksiniz. Bəli. Nişanə xanım, hangi şans lotereya loto seçimlərdə qərar aldım. Nişanə xanım, siz çox hansınız? Bəyaz xanım, axşamınız xeyir. Axşamınız xeyir, necəsiniz? Tamam, axşam xeyir. Nərmin xanım, bizdə yoldaşımla adətən mübahisə etdikdən sonra o haqsız belə olsa, sifət eləyən tərəf o olur. 3-4 gündən mən danışdırmasam, yaxınlaşmasam belə o məndən küs saxlayır da, yəni. Səhv də olsam, olmasam da həmişə bunu o eləyir. Mən də çox əsəbləşirəm da, yəni günah bundadır da, bu niyə mənə sifət eləyir? 3-4 gündən o yaxınlaşmır, o danışmır. Ta ki mən onu addım atana qədər. Deyəndə deyir, sən addım atmalısan da. Bu da elə həmişə belə olur, onu dəyişə bilmirəm. Bunun altında Bunun nə nəyə ziyan edir sizə? Münasibətə bunun nə ziyanı var? Necə? Bunun münasibətinizə nə ziyanı var? Bu necə bir problem yaradır münasibətinizdə? Mübahisə eləməyə qorxuram da. Yəni bir mübahisə oldu, 3-4 gündən, 5-6 gündən küslü qalırıq. Danışmasam danışmır. Küs gəlir, küs gedir, küs yatır. Yazmasam Məncə onun yazmır. sakitliyə ehtiyacı olur. Yəni onun ona ehtiyacı olur. O küsmə deyil, o sadəcə geri çəkilmədir. Onda İnsanlar Mən- zaten küsürlər, tamam mı? Küsmək qadına xas bir şey deyil. Qadınların çox elə bilirlər ki, küsmək qadına xasdır. Küsmək bütün canlılara xas bir şeydir. Siz birini incitəndə o insan sizdən küsəcək. Yəni qadın elə bilir ki, qadın küsməlidir. Kişiyə nə etsən o küsməməlidir. Küsəndə də deyirlər ki, ay Nərmin, mən yalan olmuşam, o gerçək, o küsür. Tamam da, adam küsə bilər. Yəni küsmək normal bir xüsusiyyətdir. Amma sizin yoldaşınız küsmür, o geri çəkilir. İnanırsan, günah onda olsa belə bunu eləyir. Fakt ondadır da günah. Başı Onda sakit nə olsun etməliyəm? deyə. Heç nə, ona icazə verin, başı sakit olsun. Onda belə çıxmayan deyə eləyir. geri çəkilir. Yəqin çox danışıram. Bəli. Elə olur Bəyaz xanım. Hə, az danışım. Bugünkü seminardan da başa düşdüm az O geri danışmalı. çəkilir ki, biraz sakitlik olsun. Sonra da sizin üçün darıxır və
İstəyir gələsiniz, barışasınız. Hər Biraz ona hansı məndən baş gözləyir. başa olsun. Mən küs qala bilmirəm, o qalır. Belə çıxır ki, az danışmalıyam. Bəli, yəni bu küsmək deyil, sadəcə onun geri çəkilməkdir. Tam ona icazə verin biraz. Tamam, çox sağ olun. Siz də sağ olun, verəsən. Günel xanım da sual vermək istəyir. Axşamınız xeyir Günel xanım. Axşamınız xeyir olsun. Axşamınız. Nərmin xanım, bayaqlar dediniz ki, kişilərin beynini məşğul eləməliyik. Bu mənə çox maraqlıdır. Siz nümunə deyəndə mən daha gözəl anlayıram. Çünki nümunə deməsəz fərqli-fərqli yerlərə gedir fikrim. Mən necə məşğul eləyim? Mesaj yazım, video atım, şəkil çəkim. Ya onu borca salım. Yəni necə eləyim? Hə. Ə, Ağlıma gəldi ki, gedim adına kredit götürüm, qoy fikirləşdim bütün gün onu necə eləyim? Bu stresə salmaqdır. O Siz stres. daha çox stresə salırsınız. Borcdan çıxmanda. Yəni ona görə onu stresə salırsınız deyə o da gedib rahatlanmanın yollarını axtarır. Yenə də belə məşğul olmur. Bir də var, yəni kişinin, bir qadın həmişə partnyorunun beynini məşğul etməlidir. Yəni o kişi boş qalmamalıdır. Yəni o kişi, ay sən əziyyət çəkirsən, sən yoruldun, sən belə oldun, biraz dincəl, gəl sənin əvəzinə hər şeyi mən görüm, yükləri mən görüm, yox. Qadın yalnız ilham verməlidir. İlham verən bir qadın olmalıdır ki, o kişinin beyni davamlı məşğul olsun. Yəni sən hər şey bacarırsan, sən çox yaxşı kişisən, sən qoçaqsan. Yox, bizdə. Yəni, onun davamlı olaraq o məşğul olmalıdır. Hansısa bir şeylə. Qadın ilham verən qadın olmalıdır ki, o kişi məşğul ola bilsin. Qadın ilham verən qadın yox, qoçaq qadın olsa, bütün məsuliyyətləri özü yerinə yetirən bir qadın olsa, bu zaman o kişinin beyni aktiv işləmir. Qadının beyni davamlı aktiv işləyir ki, baxın, nəyə görə bəzən qadınlar daha az xəyanətə meyilli olurlar, tamamilə ailəyə fokuslu olurlar. Çünki qadının beyni çox işləyir. Uşağı məktəbdən götürəcəm, bu uşağa bu alınmalıdır, yemək pişirmək lazımdır, paltarları yemək lazımdır, paltarları ütüləmək lazımdır, işə getməliyəm, bu var, qaynananın ad günü var, baldızımın ad günü var, anam gilə getməliyəm, bacım elə. Qadının beynində o qədər bunlar var ki, başqa bir şey orada yer yoxdur. Qadın da kişinin beynini belə məşğul etməlidir, o beyin davamlı çarx kimi işləməlidir. Qadın əslində gəlir o çarxı dayandırır ki, əzizim, dayandırır biraz çarxını. Biraz fazla verək, yəni belə olmamalı. Məsələn, belə bir şey elə bilərəm, ad günü olacaq, nə hədiyyə alacaq, sən tap. O tipli bir şeylər eləməliyəm, onun beyni işləsin. Yox. Ad gündən sonra nə işləyəcək bəs? İş sonrası da mən daimi mövzu necə tapacağam? Kim ad günü tapmalısınız ki, nəsildə nə bilim, əmim nəvəsinin balığının uşaq olub. Onda uzun müddətli daimi bir şey tapmalıyıq məşğul olaraq. Daimi bir şey tapmalısınız. O məşğul olsun deyə. Anladım. Buna görə uğurlu kişilərin arxasında hər zaman qadınlar dayanır. Çətin bir şey tapmalıyam. Onu Bəli. Buna görə qadın, baxın, bu da qadından çox öz mövqeyində durmağı, çox ağıllı olmağı tələb edir. Bir qadın bir kişiyə bunu edə bilir. Yəni bu asan bir proses deyil, onu məşğul edə bilmək. anladım. Tamam, təşəkkürlər. Mən də sizə təşəkkürlər edirəm. Başqa sual verən yoxdursa bir dənə də sual verə bilərəm. Tamam, buyurun. Var? Verin, sağ olun. Nərmin xanım, tutalım ki, belə bir hadisə ilə qarşılaşıram. Yoldaşım, məsələn, bir ay əvvəl lokum yemişəm, çox qəşəngdir, çox xoşum gəlir. Bunu mən demədən özü gedib alıb gətirir. Təsadüfən. Yəni, Tamam. dəxlisiz bir gündə. Bunları mən düşünmə, dəyərləndirmə kimi qəbul edeyim, yoxsa necə qəbul edeyim? Anlamadım. Yəni bu hərəkəti düşünmək, siz deyirdiniz, hədiyyələr fərqli cür olur. Bir xanım vardı burada, hədiyyə mən istəyirəm adi gündə gətirsin. O söhbətdən sonra mən fikir verməyə başladım ki, mən fərqli cür göstərdim hədiyyələri o xanım kimi. Sonra gördüm ki, yox, fərqli cür hədiyyələr eləyir, kiçik, amma gündəlik və dəyərli şeylər. İndi bilmirəm, mən onu dəyərli qəbul edeyim hədiyyə kimi, yoxsa... Bəli, mütləq dəyərli hədiyyə kimi qəbul etməlisiniz. Yəni partnyorunuza bildirməlisiniz ki, o düz yoldadır.
Belə Aa, davam etmək lazımdır. Çünki kişilər etdikləri hərəkətlərin qarşılığında minnətdarlıq almayanda bu hərəkətin lazımsız olduğunu düşünürlər. Hətta baxın uşaqlar üçün belə, məsələn, o uşağına nəsə etsin, o yenə bunun üçün təqdir gözləyəcək. aha. Təqdir etməsəniz, o elə edəcək ki, bu hərəkət etmək mənasızdır. Amma qadın belə deyil. Yəni qadın təşəkkür gözləmir. Məsələn, qadın gəlir sakit uşaqla oynayır, uşağı yedizdirir, çizdirir. Buna görə yoldaşından təşəkkür gözləmir və ya digər proseslərdə. Amma kişilər belə deyillər. Ona görə də onlar etdiyi hər şeyin qarşılığında siz onlara minnətdar olmalısınız ki, onlar başa düşərlər ki, düz yoldayam. Belə də davam etməliyəm. Anladım, tamam. Çok sağ olun. Siz də çox sağ olun. Əziz xanımlar, bugünkü seminarda iştirak etdiyinizə görə hər birinizə çox təşəkkür edirəm. İnşallah sizinlə 3-cü günü, sonuncu gün və sonuncu seminarımızda görüşənə qədər.